çeşme başından, bütün güzellerin güzeli güllü. Toz kimi kalktın çeşme başından, bütün güzellerin güzeli güllü. Almadı yanağın billur buxağın, dodaqların meyli məzəli güllü, dodaqların meyli məzəli güllü. Güllü güllü güllü, ay məzəli güllü. Güllü güllü güllü, ay məzəli güllü. Güllü güllü güllü, ay məzəli güllü. Güllü güllü güllü, nə gözəl sana güllü. Güllü güllü güllü, ay məzəli güllü. Güllü güllü güllü, nə gözəl sana güllü. Güllü güllü güllü, ay məzəli güllü. Ya baxdın saldın məni firqətə, Məcnun kimi necə düşdüm qürbətə. Ya baxdın saldın məni firqətə, Məcnun kimi necə düşdüm qürbətə. Hicran gəldi saldı məni zillətə, səni görsəm dərdim azalı güllü, səni görsəm dərdim azalı güllü. Güllü güllü güllü, ay məzəli güllü. Güllü güllü güllü, ay məzəli güllü. Güllü güllü güllü, ay məzəli güllü. Güllü güllü güllü, nə gözəl sana güllü. Güllü güllü güllü, ay məzəli güllü. Güllü güllü güllü, nə gözəl sana güllü. Güllü güllü güllü, ay məzəli güllü. Ələskər qurbandı boyum inə, İncidən mərcanla düzüb köksünə. Ələskər qurbandı boyum inə, İncidən mərcanla düzüb köksünə. Tərsa yüzün görsə tez gələr dinə, Halim görsə gedib sazalı güllü, Halim görsə gedib sazalı güllü. Güllü güllü güllü, ay məzəli güllü. Güllü güllü güllü, ay məzəli güllü. Güllü güllü güllü, ay məzəli güllü. Güllü güllü güllü, nə gözəl sana güllü. Güllü güllü güllü, ay məzəli güllü. Güllü güllü güllü, nə gözəl sana güllü. Güllü güllü güllü, ay məzəli güllü. Güllü güllü güllü, ay məzəli güllü. Təşəkkür edirik Asif müəllim, var olun. Deməli, bu musiqi böyük bir bəstəkar Hacı Xan Məmmədovun bəstəsidir. Yəni, çox böyük bəstəkarımızdır, Allah rəhmət eləsin. Sözləri isə böyük bizim Dədə Ələsgər dediyimiz Aşıq Ələsgərindir. Və qaldı, bir də bunun aranjmanı Rəvan bəy. Deməli, Azərbaycanda bilirsiniz ki, dünya şöhrətli cazmenimiz Vaqif Mustafazadə, Allah rəhmət eləsin. Mən onu çox sevmişəm. Yəni, dünya qəbul elədiyi bir cazmenimiz idi. Onun xatirəsinə həsr eləmişəm bu mahnı. Yadınızdansa Sevil vokal kvarteti var. Onun ifasında bu səslənirdi. Biz istədik ki, onun xatirəsinə 2003-cü ildə bunu 3 ay bunun üzərində işləmişik və Eleonora xanım o qadın qız səslərin 4 dəfə
Yəni çox konservatoriyanın müəllimi idi, vokal müəllimi idi. İndi bilmirəm, deyirsən xaricdə yaşayır. Təşəkkür edirəm hər birisinə. Yenə də Emil Haşimova təşəkkür edirəm. Çox böyük dəstək oldu. İndi bütün yəni musiqi cəmiyyəti bu aranjmana yəni neçəsinə vermişəm də.